1399 manata Honor 600 veya 2099 manata Honor 600 Pro almağa dəyərmi? Dostlar, bugün Honor'un ən yeni modellerindən danışırıq. Honor bu dəfə sadəcə yeni telefon təqdim etməyib. Şirkət artıq açıq şəkildə premium bazarda Apple və Samsung kimi nəhəng markalarla rəqabət aparmağa çalışır. Xüsusilə batareya texnologiyası, ekran parlaqlığı və performans sahəsində Honor çox ciddi yeniliklər təqdim edir. Ən maraqlısı isə budur ki, Honor 600 seriyası əvvəlki Honor modellərindən tamamilə fərqli yanaşma ilə hazırlanıb. Əvvəlcə dizayndan başlayaq. Honor 600 seriyasında əvvəlki Honor 200 və Honor 400 seriyalarından fərqli olaraq daha sərt və premium görünən dizayna keçib. Köhnə modellərdə dairəvi kənarlar və daha yumşaq xətlər istifadə olunurdusa, yeni seriyada düz çərçivələr və daha kəskin bucaqlar görürük. Bu dəyişikliklər istər-istəməz Apple'ın iPhone 17 Pro modelini xatırladır. Xüsusilə Honor 600 Pro uzaqdan baxdıqda iPhone dizaynına çox yaxın görünür. Bu vəziyyət bəzi istifadəçilər tərəfindən bəyənilsə də, bəzi texnologiya ekspertləri Honor'un öz dizayn kimliyini itirdiyini düşünürlər. Honor 600 və 600 Pro arasında dizayn baxımından əsas fərq kamera blokunda hiss olunur. Pro model daha premium materiallarla hazırlanıb və korpus keyfiyyəti baxımından daha üstün görünür. Hər iki modeldə mat şüşə və alüminium çərçivə istifadə olunub və hər iki modelin gövdə qalınlığı 7,8 mm-dir. Bundan əlavə hər iki cihaz IP68, IP69 və IP69K sertifikatları ilə gəlir. Bu isə o deməkdir ki, telefonlar həm suya, həm toza, həm də yüksək təzyiqli isti suya qarşı ciddi davamlılıq göstərir. Honor burada əvvəlki modellərlə müqayisədə dayanıqlılığı əhəmiyyətli şəkildə artırıb. Ekran tərəfinə keçdikdə isə Honor'un əsas diqqəti məhz bu sahəyə yönəltdiyini açıq görürük. Honor 600 Pro 6,7 düymlük AMOLED ekranla gəlir və 8000 nit parlaqlıq təqdim edir. Bu göstərici hazırda bazardakı bir çox flaqman telefondan yüksəkdir. Məsələn, Samsung Galaxy S26 Ultra və iPhone 17 Pro modellərində ekran parlaqlığı daha aşağı səviyyədədir. Real istifadədə Honor 600 Pro günəş altında çox rahat görünür və açıq havada istifadə zamanı ciddi üstünlük yaradır. Ekranın dizaynı da incəliklə işlənib. Ekran gövdə nisbəti 91,2%-dir. Standart Honor 600 modeli də ekran baxımından kifayət qədər güclüdür. Lakin Pro modeldə həm rəng dəqiqliyi, həm də parlaqlıq daha yüksək səviyyədədir. Honor burada əvvəlki Honor 500 və Honor 400 seriyaları ilə müqayisədə ekran texnologiyasını ciddi şəkildə inkişaf etdirib. Xüsusilə 3840 Hz PWM qaralma tezliyi göz yorğunluğunu azaltmaq üçün vacib yeniliklərdən biri hesab olunur. Hər iki modeldə ekranın yeniləmə tezliyi 120 Hz-dir. Performans hissəsində iki model arasında ciddi fərq var. Honor 600 Pro gücünü Qualcomm Snapdragon 8 Elite prosesorundan alır. Bu prosesor hazırda Android dünyasının ən güclü çiplərindən biridir və birbaşa Samsung'un Ultra seriyası ilə rəqabət aparır. Telefon oyunlarda çox yüksək performans göstərir. PUBG Mobile-da stabil 120 FPS nəticələri əldə olunur. Genshin Impact kimi ağır oyunlarda isə cihaz yüksək qrafik ayarlarında belə rahat işləyir. Standart Honor 600 modelində isə Snapdragon 7 Gen 4 prosesoru istifadə olunur. Bu prosesor enerji effektivliyi baxımından uğurludur və gündəlik istifadə üçün kifayət qədər güclüdür. Amma oyun performansı və ağır tapşırıqlarda Pro model açıq şəkildə üstün görünür. Honor burada əvvəlki Honor 500 seriyası ilə müqayisədə performans fərqini daha da artırıb. Əvvəllər standart və Pro modellər bir-birinə daha yaxın idisə, artıq Honor 600 Pro tam şəkildə flaqman segmentinə keçmiş vəziyyətdədir. Batareya mövzusunda isə Honor bazarda tamamilə yeni standart yaratmağa çalışır. Qlobal bazarda həm Honor 600, həm də Honor 600 Pro təxminən 7000 mAh batareya ilə təqdim olunur. Çin bazarında isə rəqəmlər daha da yüksəkdir. Hətta standart Honor 600 modelində 8600 mAh batareya istifadə olunduğu bildirilir. Bu göstəricilər hazırda Samsung və Apple modellərindən çox yüksəkdir. Məsələn, iPhone 17 Pro və Samsung Galaxy S26 Ultra daha kiçik batareyalarla gəlir. Honor burada silikon karbon batareya texnologiyasından istifadə edir. Bu texnologiya əvvəlki Honor modellərində də mövcud idi, amma 600 seriyasında daha inkişaf etmiş formada təqdim olunur. Nəticədə telefonlar həm daha uzun batareya ömrü təqdim edir, həm də daha az isinir. Aktiv istifadə zamanı cihaz rahat şəkildə 2 gün işləyə bilir. Honor 600 Pro həmçinin 80 Watt simli və 50 Watt simsiz şarjı dəstəkləyir. Bu göstəricilər Apple və Samsung modellərindən
daha yüksəkdir. Kamera tərəfinə gəldikdə isə hər iki modeldə əsas kamera 200 megapiksellik sensorla gəlir. Honor burada xüsusilə süni intellekt dəstəyi ilə görüntü keyfiyyətini artırmağa çalışır. Gündüz çəkilişlərində hər iki telefon çox detallı və canlı görüntülər təqdim edir. Gecə çəkilişlərində isə AI RAW texnologiyası görüntünü daha aydın və işıqlı edir. Lakin burada Honor 600 Pro daha üstün görünür. Pro modeldə əlavə olaraq 50 megapiksellik telefoto kamera mövcuddur və 3,5 dəfə optik zoom təqdim edir. Standart Honor 600 modelində isə telefoto kamera yoxdur. Bu səbəbdən portret və uzaq məsafəli çəkilişlərdə Pro model daha uğurlu nəticə göstərir. Ultra geniş bucaqlı kameralar isə hər iki modeldə əsas sensor qədər güclü deyil. Bu, Honor'un əvvəlki modellərində də müşahidə olunan problemlərdən biridir. Video çəkilişi mövzusunda isə Apple hələ də üstünlüyünü qoruyur. iPhone 17 Pro xüsusilə video stabilliyi və Dolby Vision dəstəyi ilə daha peşəkar nəticələr təqdim edir. Samsung isə zoom imkanları və kamera optimizasiyası baxımından güclü rəqib olaraq qalır. Amma Honor artıq kamera keyfiyyəti baxımından əvvəlki illərlə müqayisədə bu markalara çox yaxınlaşmış vəziyyətdədir. Honor 600 seriyasının ən maraqlı tərəflərindən biri də süni intellekt funksiyasıdır. Telefonlarda AI Image to Video sistemi istifadə olunur. Bu funksiya şəkilləri qısa videolara çevirə bilir və sinematik effektlər yaradır. Ən vacib məqam isə budur ki, bütün proses birbaşa telefon daxilində həyata keçirilir, yəni əlavə serverə ehtiyac olmur. Telefonlar Android 16 əsaslı Magic OS 10 interfeysi ilə gəlir. Sistem görünüşü baxımından iOS-a çox bənzəyir. Xüsusilə Magic Capsule funksiyası Apple'ın dinamik adacıq sistemini xatırladır. Bu vəziyyət bəzi istifadəçilər tərəfindən müsbət qarşılansa da, bəziləri Honor'un artıq həddindən artıq Apple'a bənzədiyini düşünür. Əlbəttə, telefonların mənfi tərəfləri də var. Ən böyük problemlərdən biri dizaynın orijinallığını itirməsidir. Bundan əlavə, Magic OS sistemində əvvəlcədən quraşdırılmış əlavə tətbiqlərin çox olması bəzi istifadəçiləri narahat edə bilər. Qiymət məsələsi də vacib məqamlardan biridir. Honor artıq əvvəlki illərdə olduğu kimi büdcə dostu marka deyil. Xüsusilə Honor 600 Pro qiymət baxımından birbaşa Samsung və Apple modelləri ilə rəqabət aparır. Ümumilikdə isə Honor 600 və Honor 600 Pro Honor şirkətinin artıq tam şəkildə premium bazara keçdiyini göstərir. Standart Honor 600 daha balanslı və uzun batareya ömrünə fokuslanan modeldir. Honor 600 Pro isə performans, oyun və premium təcrübə istəyən istifadəçilər üçün hazırlanıb. Əvvəlki Honor modelləri ilə müqayisədə 600 seriyası həm texnologiya, həm dizayn, həm də performans baxımından böyük sıçrayış hesab olunur. Uzun batareya ömrü, yüksək performans, premium ekran və sürətli şarj texnologiyası istəyirsinizsə, Honor 600 seriyası 2026-cı ilin ən maraqlı Android telefonlarından ola bilər. Xüsusilə Apple və Samsung alternativ axtaran istifadəçilər üçün Honor artıq sadəcə orta segment marka deyil, real flaqman rəqibinə çevrilməyə başlayıb. Bəs bu qiymətə bu telefonları almağa dəyərmi? Mövzu ilə bağlı fikirlərinizi şərh bölməsində bildirməyi unutmayın və daha çox texnoloji icmal və məlumat üçün Instagramda alt404.com səhifəsini izləyin. Səhifənin linkini videonun aşağısında yerləşdirmişik. Başqa mövzuda görüşəcəyik. Hələlik.